Herkese selamlar. Bugün sizinle hakkında danışacağımız mövzu yüzük türü. Deməli, ilk öncə haqqında danışmaq istəyirəm. Yüzük türü keçmiş zamanı bildirir. Keçmiş zamanda vərdiş halını alıb davamlı baş verən, lakin indi artıq icra edilməyən hərəkətləri göstərmək üçün istifadə olunur. Yəni, keçmişdə həmin hərəkət icra olunubdur, lakin həm də vərdiş halında. Lakin indi həmin hərəkət icra olunmur. Məsələn, keçmişdə tutaq ki, voleybol oynamağı çox sevirdi, lakin indi sevmir. Hər gün voleybol oynuyordu, lakin hər gün voleybol oynamır. Yəni keçmiş zamanda edibdi vərdiş halıyla, lakin indi isə etmir. Və bu zaman ingilis dilində belə cümlələr qurmaq üçün yüzük türdən istifadə edirik. Bəzilərimiz düşünə bilərik ki, burada the regular feilin şəkilçisidir. Lakin yüz sözü burada istifadə etmə mənasını daşımır. Ümumiyyətlə, yüzüktür birlikdədir. Yüzüktür. Deməlidir, keçmişə aiddir. Yüzüktür. Azərbaycan dilində tərcüməsi adı ərdidir. Oynayardı, yazardı, qaçardı. Məsəl üçün deyinərdi və s. Məsələn, nümunə verək. İlk öncə təsdiq formasını göstərək afirmativdə. Dərsimizdə də belə bir mətndə var ki, people, buradan görsənməz. People used to travel on foot. People used to travel on foot. Bu cümlədə baxırıq used to istifadə olunubdur. Sonra isə feil gəlir. Mən indi bunu bir düstur şəklində yazsam, həmin düstur şəklində öyrənsəniz, cümlə qurmaq çox sadə olacaq. İlk öncə subject gəlir və yaxud hər hansı bir şəxs əvəzliyi gələ bilər. Subject dedikdə mübtəda nəzərdə tuturam. Plus used to adı ərdir, əsas hissə. Sonra verb, yəni feil. Bu bizim əsas düsturumuzdur. Bu düsturu bilsə bütün cümlələri qura bilərik. Ondan sonra isə ikinci dərəcəli üzvlər gəlir. Cümlədə verildiyi kimi people, subject, insanlar used to edərdi, səyahət, travel, on foot, piyada. İnsanlar piyada səyahət edərdilər. Keçmişdə baş verir. Lakin hal-hazırda hər hansı bir məsələn maşınla, təyyarə ilə, qatarla və s. Nəqliyyat vasitələri ilə səyahət edə bilirlər insanlar. Lakin keçmişdə olmadığı üçün piyada səyahət edərdilər. Başqa nə yaza bilərik? Used to, yəni keçmiş zamanı bildirdi. Başqa, məsələn, she used to speak French. She used to speak French. O fransız dilində danışardı. Vərdiş halında eləyir. Fransız dilində danışırdı. Lakin indi danışmır. Used to, subject, used to, verb, feil və ikinci dərəcəli üzv French. Bu belə. Ondan sonra keçək bu təsdiq formasındaydı. Bunun inkar formasına keçək, negativ forma. Kəsəgələrdə də düşə bilər, negativ forma çevir, sual formasına çevir, inkar formasına çevir və s. Ümumiyyətlə unutmayın ki, keçmiş zamanının köməkçi feili bildiyi nədir? Did. Did feilidir. Eynən used to-da da köməkçi feil did olacaq. Məsələn, nümunə göstərək. Bu used to negativ formda olacaq. Didn't use
Buradakı d ixtisar olunur. Used to kimi tələffüz olunur. D olmayacaq orada. Didn't used to. Didn't bilirik ki, ümumiyyətlə biz keçmiş zamanda da cümlə qurarkən didn't-dan istifadə edirik. Gələcək, daha doğrusu keçmiş zamanda negativ formada, inkar formasında used to. Didn't used to. Cümlələri bu şəkildə quracağıq. Məsəl üçün, bayaq qurduğumuz cümlənin inkar formasını quraq. People used to travel on foot. Necə quracağıq? People didn't used to travel on foot. Kəsəgədə hər hansı bir imtahanda sualı düşərsə didn't use to olmaz. Və yaxud don't use to, won't use to hər hansısa bir köməkçi feillə işlənsə olmaz. Yalnız did köməkçi feili ilə işlənə bilər. Bunun düsturu isə eynən mən bayaq yazdığım kimi yazıram subject plus did plus not. Biz bunu qısaldıb didn't şəklində yazırıq. Subject plus did plus not plus used to plus verb kimi düsturunu yazacağıq. Emin edirəm aydındır buraya qədər. Sonra bunu keçirək question forma, yəni sual formasına. Sual formasında da did köməkçi feili mübtədadan qabağa keçir. Did köməkçi feili mübtədadan qabağa keçir. Mübtədadan qabaqdadır, görürsünüz. Plus used to plus verb kimi düsturumuzu yadımızda saxlayaq. Did plus subject. Məsəl üçün did subject dedikdə hər hansı bir mübtada, hər hansı bir insan adı və yaxud hər hansı bir şəxs əvəzini nümunə göstərə bilərik. Did they used to, did they used to məsələn go to the beach. Onlar çimərliyə gedərdilər. Burada they used to gördüyünüz kimi və used to'dan sonra fərq etməz ya used to sual formasında ya didn't used to ya da elə bu used to öz formasından sonra gələn feil hər zaman məsdər formada olmalıdır. Mən məsəl üçün used to went deyə bilmərəm, used to played deyə bilmərəm və yaxud burada used to tutaq ki spoke deyə bilmərəm, used to walked deyə bilmərəm. Hər zaman used to'dan sonra gələn feil məsdər formasında olmalıdır. Qaydamız bu qədərdir. Bir də onu yadda saxlayaq ki, used to'ya aid zaman zərfləri. Used to'ya aid zaman zərfləri elə keçmiş zamana aid zərflər ola bilər ki, yesterday, ago ilə işlənənlər. Burada qeyd edim. Yesterday. Yesterday əslində çox da olmaz, çünki daha keçmiş zamanda baş verən bir hərəkət olsa ola bilərdi. Ago nə vaxtsa məsəl üçün 10 il əvvəl, 10 years ago, last kimi sözlər gələ bilər. In my childhood, in my youth, mənim uşaqlığımda, mənim gəncliyimdə kimi sözlər görsəz, burada used to'dan istifadə edəcəksiniz.